Erməni ədəbiyyatının ən məşhur əfsanəsini bilirsinizmi? Onun adı Axtamar hekayəsidir. Bu əfsanə Van gölünün ortasında yerləşən kiçik bir adadan bəhs edir. Adada tikilmiş kilsənin içində bir keşiş və onun gözəl qızı yaşayırdı. Qızın qəlbi sahildəki sadə bir çobana bağlı idi. Onlar öz sevgilərini gizli saxlayırdı. Çoban hər gecə qaranlıq sulara atılır, qızın uzaqdan yandırdığı lampa işığının köməyi ilə adaya doğru üzürdü. Onlar hər gecə gizlicə adada görüşür, sakit bağçada bir-birlərinə baxaraq saatlarla söhbət edirdilər. Bir gecə isə qızın atası bu sirri öyrənir və çobanı öz qızından uzaq tutmaq üçün bir plan qurur. Növbəti gecə qayığa minərək gölün ortasına gedir və lampanı orada yandırır. Saatlarla saf istiqamətdə üzən çoban taqətdən düşərək boğulmağa başlayır. Boğulmamışdan qabaq isə son dəfə qışqırır. Ah, Tamar! Və ada o gündən bu adla tanınır.